Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiyabad qəsəbəsi 5 nömrəli tam orta ümumi təhsil məktəbi də yeni tədris ilinə başlayıb. Məktəbdə ümumilikdə 1537 şagird təhsil alır. Bu il 5-1-ci sinif məktəbə yeni qədəmlərini qoyub. Məktəbin səliqə səhmanı, müəllimlərin şagirdlərlə davranışı bir başqa idi. Həqiqətən də demək olar ki, qarşılıqlı diqqət və ehtiram burada hökm sürürdü. Yeni tədris ilinə şagirdlər böyük ruh yüksəkliyi ilə başlayıb. Bunun isə səbəbi qayğıkeş və tələbkar müəllimlərdir. İlk dərs günlərində dərslər vətən, bilik və elm mövzularına həsr olunub. Müəllimlər sadəcə dərs keçmirdilər. Onlar uşaqlara gələcəyin dəyərini, təhsilin həyat yolunda açdığı imkanları izah etdilər. Hər kəs şəhidlərimizin ruhunu ehtiramla baş əyib, azad və güclü Azərbaycanın yolunu qorumağın məsuliyyətini hiss etdilər. Məktəbin direktoru Faiq Xasrovlu şagirdləri sinif otaqlarında təbrik edib, onlara bol-bol təhsil uğurları arzu etdi. Şagirdlər səliqə ilə düzülmüş part arxasında oturmuş, müəllimlərinin təbriklərini dinləyirdilər. İlk dəqiqələrdən dərsə xüsusi bir ruh hakim idi. Dövlət atributlarımız barədə danışıldı. Şəhidlərimizin qəhrəmanlıqları yad olundu. Vətən sevgisi və təhsilin əhəmiyyəti vurğulandı. Şagirdlər və müəllim kollektivini yeni tədris ili münasibətilə təbrik edirəm. İnşallah bu da bu yeni tədris ilimizdə keçən tədris illərimiz kimi müvəffəqiyyətlə başa vurarıq. Bildiyiniz kimi bu il Abşeron rayon üzrə 5 nömrəli tam orta məktəb innovativ məktəb layihəsinə qoşulub. Bu da bizim bir uğurumuzdur. Bu da sübut edir ki, biz şagirdlərimiz üçün çalışırıq. Bundan sonra da belə olacaq. İnşallah gələcəyə layiqli vətəndaşlar yetişdirmək bizim qarşımıza qoyduğumuz məqsəddir. Həmişə qabaqcıllar sırasında olan bu məktəb uğurlarını bundan sonra da davam etdirəcək. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.